Yoldaşlar, gəlirin və xərcin tanınma məntiqi. Bir şeyi nəzərə alaq ki, biz hələ ki kitabın əvvəlindəyik, çox dərinliklərinə düşməyəcəm, amma indi öyrənəcəyimiz qayda və ya qaydalar növbəti dərslərdə də bizim tam işimizə yarayacaq. Birinci gəlin accrual prinsipi ilə tanış olaq. Accrual prinsipi hesablama prinsipidir. Bu prinsip bizə nə deyir? Ana dilimizdə qarşılığı hesablama prinsipidir. Bu prinsip bizə deyir ki, pul axınından asılı olmayaraq istənilən tranzaksiya hesabata yazılmalıdır. Gəlirlər də, xərclər də, aktiv də, öhdəlik də, kapitalda, hamısı. Bir daha deyirəm. Pul axınından asılı olmayaraq bütün tranzaksiyaları baş verən kimi hesabatda yazmağı bizdən tələb edir. Məsələn, bina tikirəm, kərpicləri almışam, sementi almışam, konstruksiyalar almışam, pulunu verməmişəm. İşçilər işləyir, pulunu verməmişəm. Sual: mən bina tikintisini hesabatıma yazmalıyammı? Cavab: bəli. Pul axınına baxma deyir. Yalnız hesablamaya bax. Gör, orada işçinin əməyindən istifadə edirsənmi? İşçinin əməyi, yəni işçi gəlir orada. Məsələn, deyək ki, memarlar gəlir işləyir, deyir ki, bina tikilsin, pulunu verərsən. Ortada binanın dəyərini hesablaya bilərəmmi? Cavab: bəli. Necə hesablayacaqsan? Ramin, axı pul verməmsən. Accrual deyir ki, narahat olma. Rəqəmi hesablaya bilirsən? Deyirəm, bəli. Deyir, onda yaz hesabata. Və yaxud da baxıram ki, il ərzində həmin o işçilərin bina tikintisi olmasın. Ofis işlədirəm və ofisdə işçilərin nə xərcləri olsun? Deyək ki, gündəlik nahar xərclərini qarşılayıram. İşçilər kantində yeməkdən istifadə edir, amma işçilərin o kantində yemək yediyinə görə hələ pul verməmişəm. Deyək ki, qidaları, nə bilim, bir il əvvəldən almışdım hamısını. Xarab olmayan qidalar idi, bir il əvvəldən almışdım. Bu ay ərzində işçilərim gedib, ay ərzində hər günə, məsələn, 100 manatlıq yemək yeyib, 3000 manatlıq yemək xərcim olub. Sual: mən heç kimə pul ödəməmişəm. Bu xərci yazmalıyammı? Cavab: bəli. Başqa nümunə deyirəm. Mən deyək ki, nə satıram? Xidmət satıram. Gördüyüm işdə nə olsun? IT xidmətləridir. Hər hansısa bir şirkətə IT xidmətləri göstərirəm və göstərdiyim xidmət şərti deyək, saat başı hesablanır, 1 saata 300 manat pul alıram. Və ay ərzində həmən şirkətə 5 saat xidmət göstərmişəm, hələ pul verilməyib. Sual: mənim gəlirim varmı? Accrual prinsipi deyir ki, bəli, var. Niyə? Niyəsindən birazdan detallı danışacağım. Başqa nümunə deyirəm. Mebel satıram. Mebelləri mənzil başına çatdırmışam, tərəf də razıdır, alan da razıdır ki, bəli, bu mebellərdən sifariş vermişdim, amma pulunu hələ verməyib. Bir il sonra və bir ildən sonra da bir 24 ay ərzində ödəməyə başlayacaq. Sual: mənim burada gəlirim varmı, income'um varmı? Cavab: bəli. Niyə? Çünki accrual prinsipi mənə icazə verir. Accrual prinsipinin məntiqi nədir, yoldaşlar? İndi bir-bir nümunələrə baxırıq. Əgər söhbət income-dan gedirsə, mənə deyir ki, income-ı tanıyanda, yoldaşlar, bu aktivə də şamil olunur, öhdəliyə də şamil olunur, kapitala da şamil olunur. Sadəcə aktiv, öhdəlik, kapitalın tərifini öyrənmişik deyə, indi income-dan danışırıq. Və bu danışdığım income-ın terminı adı olacaq revenue. Income-ın ana dilimizdə tərcüməsi gəlir deməkdir. Baxın, yoldaşlar, pul yox, gəlirlər. Qazanc da deyil, gəlir. Qazanc başqadır. Revenue deyəndə əsas fəaliyyətimdən qazandığım gəlirləri nəzərdə tuturam. Əsas işim nədir? Məsələn, mebel satan bir şirkətin əsas gəliri nə ola bilər? Mebel. Bina tikən bir şirkətin əsas gəliri nə ola bilər? Bina tikintisi.
Əgər həmən o bina tikən şirkət mənzildən kənar binanı tikib bitirəndən sonra kənarda bir boş torpaq ərazisi qalıb onu satır. Əsas işi deyil ha torpaq alıb satmaq. Sadəcə binanı tikib satır. Həmən o torpaq satışı bu şirkətin revenuesudur? Yox. Çünki əsas fəaliyyəti deyil. Yox, şirkət həm bina, həm də torpaq satırsa və bunun əsas fəaliyyətidirsə, periodik olaraq bu işi görürsə, onda bəli, ona da revenue demək olar. Bəs yaxşı, bina satan şirkətin bina satışından əlavə satdığı torpağı necə adlandırırıq? Ona deyəcəyik other income, digər gəlirlər. Yəni revenue əsas fəaliyyətdir, digər gəlirlərin adı da adı üstündə other income. İndi gəlin fokuslanaq revenue-yə. Mən nə vaxt əsas fəaliyyətimdən olan gəliri tanıya bilərəm? Standart bizə nə deyir? O vaxt gəliri tanıya bilirik ki, məhsul və ya xidmət qarşı tərəfə, yəni alıcısına çatdırılsa, vergül, yəni elementlə bağlı olan risklər və mükafatlar həmən adama ötürülsə. Burada nə deməyə çalışır? Nümunə verirəm. Mənzil satıram. Alıcıya deyirəm ki, bax, bu mənzili biz sənə satdıq. O da deyir ki, nə bilim satdın. Adam deyir ki, alıcı, mən ölkədə deyiləm. Açarı, məsələn, apar qardaşıma ver. Açarı qardaşım götürəndə mən pulu sənin hesabına yox, pulu ödəmir hələ. Pulu nə bilim 10 il sonra ödəyəcək, ipotekaya götürür. Açarı qardaşıma versən, mən artıq qəbul edəcəm ki, bəli, mən məhsulu aldım. Bəs yaxşı, mənim riskləri və mükafatları transfer elədim cümləsindəki rahatlığım hardadır? Mən gəliri nə vaxt tanıyırdım? Qarşı tərəfə riskləri və mükafatları ötürəndə. İngiliscə belə olacaq yoldaşlar. Substantial risk and rewards. Risk and reward. Reward mükafatdır. Qarşı tərəfə elementlə bağlı əsas riskləri və mükafatları ötürdüm. Burada risk və mükafat nədir? Mənzili mən ona satdım deyəndə mötərizədə yazmışdım ki, risk mükafat keçdi ona. Yəni, evdə nəsə zədələnsə artıq mənlik deyil. Evdə hər hansısa bir İraq-İraq yanğın olsa və s. artıq mənlik deyil. Çünki mən sənə təhvil vermişəm normal qaydada. Eləcə də evin mükafatı da sənindir. İstəyirsən evi icarəyə ver, özün yaşa, nə bilim, qoy qalsın orada, heç nə eləmə, up to you. Mən ona qarışmıram. Başqa sözlə, o mənzildən nə fayda qazana bilərsənsə, mənzilin nə riskləri varsa artıq mən səni ötürdüm. Bax, həmən nöqtədə mən satış reallaşdırdım. Baxmayaraq ki, adam pulu 10 il sonra ödəyəcək. Başqa nümunə verirəm. Deyək ki, kənd təsərrüfatı ilə məşğuluq və məsələn, Estoniyadan hansısa bir kənd təsərrüfatı avadanlığı sifariş veririk. Estoniyada yerləşən şirkət Azərbaycana traktor göndərir, nə bilim, hər hansısa bir şey göndərir. Razılaşıblar ki, qiyməti də olsun 90 min. Sual, traktor satan şirkət nə vaxt income, revenue tanıya bilər özünə? Cavab, məhsulun risklərini və mükafatlarını ötürəndə sual verə biləcəksiniz. Traktor Estoniyada, Azərbaycan aralarında xeyli məsafə var. Harda təhvil olur? Aralarındakı razılığa əsasən. Əgər fermer deyirsə ki, sən gətir həmən o traktoru Gürcüstanda mənim nümayəndəmə təhvil ver, traktor hələ gəlib mənim fermama çatmayıb. Mənim işçim onu götürsün səndən, o mənə kifayətdir. Yəni, sən artıq həmin nöqtədə risklərdən, mükafatlardan azadsan. Risk keçdi mənə. O gömrükdə mi qalacaq? Gömrükdə mənim işçim onu başqa bir fermaya mı aparacaq? O artıq satıcının problemi deyil. Daha doğrusu alıcıdan danışıram. Alıcının işçisi o gömrükdən mi qalacaq və s. o satıcıya aid deyil. Çünki elə razılaşıblar. Yox, belə olsaydı, alıcı, yəni Azərbaycanda yerləşən şirkət, Estoniyada yerləşən şirkətə desəydi ki, sən gömrükdən də keçirtməlisən. Gətirib birbaşa fermama təhvil verməlisən.
O gömrükdə qalsa, problem artıq Estoniyadakı şirkətin üzərindədir. Deməli, hələ satış eləməyib. Deməli, özünə revenue tanıya bilməz. Başqa nümunə verirəm. Müştəri mənə 1 milyon pul ödəyib və mənə deyir ki, səndən 20 dənə traktor alacağım. Pulu ödəyib bu gün. A nöqtəsində mənə 1 milyon pul ödəyib. Və bir dənəsi 50 mindən 20 dənə traktor almaq istəyir. Sual. A nöqtəsində hələ traktorları göndərməmişəm. A nöqtəsində mənim inkamım nə qədərdir? Cavab 0. Baxmayaraq ki, 1 milyon pulu nəqd almışam. Niyə? Çünki mən hələ qarşı tərəfə məhsulu transfer etməmişəm. Baxmayaraq ki, pulu bəri başdan ödəyib. Bəs yaxşı, aldığım 1 milyon nədir? 1 milyon mənim öhdəliyimdir. Səbəb? Çünki mən ondan 1 milyon pulu alaraq, yaxşı, həm aktivim, həm öhdəliyim yarandı burada, belə deyim. 1 milyon pulum yarandı. Səbəb müştərinin mənə 1 milyon öhdəlik yaratmasıdır. Yəni mən 1 milyon pulu alaraq 2 dənə rəqəm yaratdım. Rəqəmin biri aktiv, biri öhdəlik. Çünki bunlar həmişə bir-birinə bərabərdir. Səbəb-nəticə əlaqəsidir. Mənim 1 milyon pulum var, çünki müştəridən avans ödəniş almışam. Başqa sözlə, kassamda açıb 1 milyonu görəndə dərhal yadıma düşür ki, Ramin tələsmə, bu sənin öhdəliyindir. Niyə öhdəliyindir? Çünki sən ona 50 dənə traktor göndərməlisən. Daha doğrusu 20 dənə traktor göndərməlisən. Bir daha deyirəm yoldaşlar. Biz hələ malı və ya xidməti qarşı tərəfə transfer etmədiyimiz üçün pulunu tam bəri başdan almağımıza baxmayaraq, hələ bizim inkamımız yoxdur. İnkamımız o vaxt olacaq ki, mən traktorları onunla razılaşdığım nöqtəyə çatdırdım. Baxın, ha yoldaşlar, demirəm ambara çatdırdım, demirəm fermaya çatdırdım, razılaşdığımız nöqtədən danışıram. Hansı nöqtədə ki, o da qəbul edir, mən də qəbul edirəm ki, risklər artıq sənə keçdi, mükafatlar artıq sənə keçdi. Bu bəlkə də, nə bilim, dəniz limanındakı gəmi ola bilər, bəlkə də gömrük ola bilər, bəlkə də fermanın özü ola bilər, bəlkə də mənim zavodum ola bilər. Yəni mən ona deyəcəm ki, bax, traktorlar hazırdır, zavodun çölünə qoyacam, gəlib götürərsən. Ramin də deyir, bəli, razıyam. Zavodun çölünə qoy, ondan sonrasına qarışma. Mənim işçilərim gəlib götürəcək. Artıq zavodun çölünə qoyanda artıq mən satışı reallaşdıra bilərəm. Yəni burada razılıq, tərəflərin razılığı vacibdir. Revenue recognition standartı var yoldaşlar. Bundan inşallah ki, yuxarı paperlərdə tam detallı danışacaqsınız. Görəcəksiniz bundan, tanış olacaqsınız. Hələ ki, başlanğıc cəmsi bir paraqraf keçmişik. Bu qədərini bilməyimiz kifayətdir. Və gəlirlərimiz bizim mənfəət və ya zərər hesabatımızda revenue başlığı altında görünəcək. Əsas fəaliyyətimiz olduğu üçün. Bəs o 1 milyon aqibəti necə olur? O 1 milyon balansda bizim üçün məsuliyyətdir. Başqa sözlə, situasiya belə olur. Mən A nöqtəsində pulu alanda Statement of Financial Position-da belə bir situasiya yaranır. 1 milyon öhdəliyim var, çünki 1 milyon, daha doğrusu 1 milyon nəqd pulum var, çünki müştəridən 1 milyon pul almışam. Bəs yaxşı, Statement of, yəni belə yazın, Profit or Loss-da nə var? Income, Expense. Nə qədər inkamım var? 0. Nə qədər xərcim var? Hələ ki, xərcdən danışmamışıq. Xərcdə müvəqqəti 0 götürək. Mən deyək ki, 20 dənə traktordan şərti deyək, 3 dənəsini artıq göndərdim və o da qəbul edir ki, bəli, traktoru almışam. 3 dənə traktoru göndərən kimi balansdakı, bax bu öhdəliyimdən azaldıram 60 min. 60 min, 150 min, 150 min. Qalır 850 min məsuliyyətim, öhdəliyim. Artıq inkama 150 mini transfer elədim. Yəni bu 1 milyonluq öhdəliyim 150 min qədər azaldı. Çünki üzərimə götürdüyüm 20 dənə traktor məsuliyyətinin 3-ünü transfer etdim. Transaksiya reallaşdı. Əkrul burada necə işlədi yoldaşlar? Mənə dedi ki, transaksiya baş verən kimi yaz. Baş verən kimi hansı transaksiyanı yazdım? 1. Pul aldığımı yazdım. 2. Traktor göndərdiyimi yazdım.
Bəs yaxşı, sual verə bilərsiniz, Ramin, axı sən burada aktivi niyə dəyişmədin? Bu 1 milyon niyə dəyişmədi? Çünki 1 milyon yoldaşlar burada pulu simvolizə eləyir. Mən pula dəyməmişəm, mən traktor göndərmişəm. Təbii ki, balansda burada başqa elementlər də var. Mən onları göstərməmişəm. Sadəcə pul necə təsir edib onu yazmışam. Aktivlə bağlı yoldaşlar, videoya baxanda bu üç qaydanı yazarsınız. Bütün kitab üçün keçərli olacaq. Bu nə deməkdir? Növbəti dərslərdə tam başa düşəcəyik. Bu üç qaydaya əməl eləsəz, söz verirəm, bütün məsələlərdə problemin bir 80-90%-ni həll eləmiş olacaqsınız. Mən nə vaxt özümə income tanıya bilərəm? 1. Qarşılığında heç nə vermədən aktivim dəyəri artırsa. 2. Qarşılığını ödəmədən öhdəliyim azalırsa. 3. Kiməsə mal və ya xidmət təqdim edirəmsə və onu almaq kimi bir rahatçılığım varsa. Nə deməkdir? Gəlin bir-bir üzərindən keçək. Necə ola bilər ki, mən qarşılığını vermədən aktiv alım, aktivim artsın. Nümunə verirəm. Binam var idi, dəyəri qalxdı. Durduq yerə. Pul vermədim ki, binanın qalxması üçün. Yox. Sadəcə 1 milyonluq binam var idi, oldu 1 milyon 100 min. Həmin o 100 min mənim üçün income xarakterizə eləyir. Ona baxacağıq gain on revaluation. Başqa nümunə verirəm. Təchizatçıya borcumuz var idi. Nə bilim 85 min manat. O da dedi ki, Novruz bayramı ilə əlaqəli 5 minini sənə bağışlayıram, kampaniya eləyirəm. Həmin o 5 min mənim üçün income'dur. Digər nümunə, öz alnımın təri ilə xidmət göstərirəm və ya mal təqdim eləyirəm, qazanc qazanıram. Bu da mənim üçün income'dur. Yəni bu üç şərtə əməl eləsəz, bütün cavablarda keçərlidir. Həmişə income'ı tapa biləcəksiniz. Həmişə. Bəs yaxşı, expense nədir? Expense-ə daha çox, hələ ki, başlanğıcda olduğumuz üçün tətbiq eləyəcəyimiz qayda budur. Məhsul və ya xidmətin istehlakı. İstehlak nədir? Consumption. Nümunə verirəm. Təsəvvür eləyək ki, yoldaşlar, mən təmir tikinti işi ilə məşğulam. Ya da yox, elə ofisimi təmir eləyirəm. Təmir üçün 150 litr kraska almışam, rəng almışam. Boya. Və 1 litrinə ödəmişəm 3 manat. 450 manatlıq boya almışam. Və pulunda nəqd vermişəm. Hətta situasiyanı biraz da qəlizləşdirirəm. 300 manatlıq boya alıram, kraska alıram. 500 manat pul ödəyirəm. 200 manat da avans ödəyirəm. Sual. Burada mənim nə qədər xərcim var? Cavab 0. İzah eləyəcəm yavaş-yavaş. Accrual tətbiq elədim. Bəli. Necə? Transaksiya baş verən kimi yazdım. Burada nə baş verib? Gəlin baxaq. 500 manat pul ödəmişəm. Asset, liability, capital-a baxsaq. Təsəvvür eləyək ki, mənim 2000 manatlıq assetim var və bunun da hamısı şərti deyək ki, liability-dir. Elə bilək ki, kapitalımız 0-dır. Şərti yazıram, yoldaşlar. Mən bu 2000-dən götürüb 5000-ini ödədim. Qaldı 1500. Əvəzində 200 manat yox, səhv dedim. 50 manat avans ödəmişəm. Mən bayaq səhv dedim. 50 manat avans. 1500 pulum qalıb. 450 manatlıq boya almışam, kraska almışam. Geri qalan 50 manat da mənim üçün avans ödənişdir. Bu da mənim aktivimdir. Buna deyəcəyik prepayment. Mənim hələ xərcim yoxdur. Bəs xərc nə vaxt başlayacaq? Mən bu 150 litr boyadan götürdüm, məsələn, 40 litrini istifadə elədim. Yəni artıq başladım ofisimi boyamağa. Bu halda nə baş verəcək? Mənfəət və ya zərər hesabatında income, expense. Pulu ödəyəndə 0 idi ikisi də. Nə vaxt ki başladım consumption-a, istehlaka, consume. Mən deməli 40 litr boyadan istifadə elədim deyə consumption, istehlak
elədiyim hissə, yəni 120 manat olur mənim expensim. Bəs yaxşı, geri qalan 110 manatlıq boya nədir? Geri qalan 110 manat, yəni 330 manatlıq hissə bizim aktivimizdir. O hələ də bizə fayda vermək iqtidarındadır. Baxın yoldaşlar, mən pulu ödəyəndə xərc tanıdım? Yox. Mən aktivi o boyaları açıb işlədəndə pul ödədim? Yenə də yox. Deməli, xərci və ya gəliri tanımaq, aktivi və ya öhdəli tanımaq pula bağlı olan bir şey olmadı. Mən tranzaksiyanın özülünə baxdım. Ona görə də yoldaşlar, xərci nə vaxt tanıyırıq sualına cavablarımızdan biri, nə vaxt ki mən istehlak eləməyə başlayıram. Əlavə 2 dənə də qayda deyirəm yoldaşlar. Cəmi 3 dənə bir qayda deyəcəm sizə. Kitabda belə qayda yoxdur. Amma bütün kitab üçün keçərli olan qaydalar olacaq. Ya mənasını yavaş-yavaş başa düşəcəyik. 1. Aktivin faydasını istehlak eləməyə başlayanda xərcim yaranır. Birinci qaydam. 2. Durduq yerə yox, qarşılığını almadan aktivimi hesabatdan silməli oluramsa, xərc yaradır. Üçüncü qayda, qarşılığını almadan öhdəli oluramsa. Nümunə verirəm. Məsələn, tikinti şirkəti işçinin səhv ucbatından, məsələn, deyək ki, sementlər var idi, açıq havada qaldı, üzərinə yağış yağdı, zay oldu. Həmən o məhv olan hissə zay məhsul olaraq hesabatda xərcə tanınacaq. Çünki sementi almışdım ki, bina tikən mənə fayda versin. Heç bir fayda almadım, atdım zibil qabına. Və yaxud da fermer idim, tarla əkmişdim, sel gəldi, hamısını apardı. Deməli, o aparan hissənin dəyəri mənim üçün xərc olacaq. Və yaxud da ofisdə işçilər üçün tort almışdım, yaddan çıxdı, qaldı, xarab oldu. O mənim üçün xərc yaradacaq. Tort təzə alınanda aktiv idi, gözləyirdim ki, işçilərim ondan çay içsin. Yaddan çıxdı, tort xarab oldu. Deməli, mən ondan fayda almadan hesabatdan çıxarmalıyam onu. Çünki artıq xarab olub, fayda vermir. Üçüncü qaydamıza baxaq. Fayda almadan öhdəli oluram nəyəsə. Nümunə verirəm. Gömrükdə qaydaları pozmuşam deyə cərmələyirlər məni. 1000 manat cərmələndim durduq yerə. Durduq yerə yox, təbii ki, günahım var. Qaydaları pozmuşam. Fayda alıram qarşılığında? Yox. Amma ödəməliyəm. Bu mənim üçün xərcdir. Və yaxud da bank komissiyası. Mən bankdan bank xidmətini istehlak eləyirəm. Bu istehlakdan yaranan komissiyadır. Ona görə də bu da xərcdir. Kreditin faizi, kredit xidmətinin deməli, daha doğrusu pulun zaman dəyərinə görə yaranan xərcdir. Və yaxud da ofisdə işçilərimə o bayaqki tortu indi gəlin başqa cür xərcə tanıyaq. Mən o tortu iki cür xərcə tanıya bilərəm. Bir neçə cür tanıya bilərəm. İki dənə oxşar nümunə verirəm. Bir, tort vaxtı keçdi, xarab oldu, xərcə çevrildi. Və ya tortu normal qaydada qusok-qusok kəsdik, istehlak elədik, xərcə çevirdik. Yəni o tort əvvəl-axır xərcə çevriləcək. Əvvəl-axır. Ya biz onu satacağıq, ya özümüz yeyəcəyik, ya barter eləyəcəyik, ya xarab olacaq. Hər hansısa formada o tort xərc olacaq. Satanda satışın maya dəyəri kimi hesabatdan çıxır. Özümüz istehlak eləsək, istehlak adı ilə çıxacaq. Xarab olsa, zay məhsul adı ilə çıxacaq. Amma görürük ki, hardasa xərcə çevrilir. Okey? Yoldaşlar, amma bu bizdə çaşqınlıq yaratmasın. Bütün əssetlər xərcə mi çevrilir? Yox. Elə əssetlər var ki, elə balansa gəlir, balansdan da gedir. P&L-in xəbəri olmur. Məsələn, yatırımlar, investisiyalar. Yatırım eləmişdim, yatırımımı təzədən geri çəkdim. P&L-in bundan xəbər olmadı. Bu hələ ki tezdir bu barədə danışmaq. Əsas gəlirin və xərcin tanınma prinsiplərini bilməyimiz burada vacibdir yoldaşlar. Mən gəlirləri nə vaxt tanıyıram, samir eləsək, üzərindən keçsək. Gəlirlər o vaxt tanınır ki, əsas fəaliyyətdən danışırıq. Məhsul və ya xidmət qarşı tərəfə təqdim edilsə.
Xərc o vaxt tanınır ki, məhsul və ya xidmət istehlaka başlayanda. Təbii ki, o əlavə dediyim 2 dənə qaydanı da tətbiq eləmək şərti ilə. Baxın yoldaşlar, biznesin sahibindən aldığımız və ona verdiyimiz məbləğlər nə gəlir, nə də xərc yaratmaz. Heç bir halda. Məsələn, biznesin sahibi gətirir, deyir ki, gəlin sizə 2 milyonluq kapital yatırım eləyirəm. Mən deyirəm ki, qarşılığını almadan aktivim artdı. Burada istisna var. İstisna yox, qaydadır bu. Deyir, biznesin sahibindən aldığına income demə. Bilirsiniz niyə? Gəlirlərdən xərcləri çıxanda profit qalacaq, düzdür? Profiti də biznes məqsəd adlandırırıq. Mən əgər profit qazanıramsa, deməli bizneslə məşğulam. Məni biznesin sahibi yaradıb ki, mən qazanım ona transfer eləyim. Mən də ondan aldığım pulu güya qazanc kimi göstərib özünə qaytarıram. Nə mənası qaldı? Deməli, mənim onda performansımı ölçmək olmayacaq. Onda mən deyirəm ki, qoy biznesin sahibindən aldığım və ona verdiyim məbləğləri tamam ayırım. Mən özüm nə iş görmüşəm ona baxım. Mən nə transfer eləmişəm. Mən nə